Mən milliyyətçi böyümüşəm. Xanıvadəm də milliyyətçi də. Şayət mənim nənəmdən, dədəmdən də soruşsan bilmirlər milliyyətçi yana belədir. Vəli mənim dədəmin mənə təriflədiyi şeylərinə mən həmişə qürurlanardım. Deyər mən Əli Qoşunun nəvəsiyəm. Yaxşı, o adamın nəvəsiyəm ki, Riza Palan cəhəbdə atın nalın vurubdu. Ozu bir böyük adamın nəvəsiyəm. Ona xatir bu həmişə bu şey məndə var idi. Bəli, heç vaxt bu iki Azərbaycan ayrıla filan buna fikirləşməmişdim. Neçə ildir zehniyyətim bu idi ki, fikrimdə bu var idi ki, məsələn, ölkə federalismi ola, Azərbaycan federalı, bilmirəm, Tehran federalı, filan kəs federalı filan, öz şeyimizi deyərlər quyudan çıxardaq da. Nə belə deyirlər, tapanmıram da, baba, məğz əslən dayanıbdır. Bir yol. Ancaq bu bir həftənin içində bunlardan o ədalar ki gördüm, o sözlər ki gördüm, bu tohinlər ki gördüm, futbol təmaşagəri olsun, bloger olsun, yəni hər kim olur olsun. Bunların içində bir dana fəzləlik vardı, bir nəcasət vardı, bir mundarlıq vardı ki, heç axan su bunu təmizləməz. Bilirsən, bir dana bizzat içərilərində yaraldıblar ki, deyirlər və dünyada, yəni əvvəl-axır bulardı və hamının gələk nəsli kəsilə. Böyüklərin tohinlər, böyüklərin Twitterdə, orada, burada, yəni ayrımcı, çox belə kəsif bir zehniyyətlər vardı. Ona xatir əslən indi fəqət deyirəm ayrılaq. Fəqət deyirəm ayrılaq üçün mən utanıram. O pasport ki mənim əlimdədir, bunların da əlində ola. O pul vahidi puli ki mən deyirəm tümən bu da deyə. Yaxçı, o pərçəm mənim də məsələn bir yerdə mənim də üstümdə ola bulağın da. Fəqət deyirəm ayrılaq. Mənim ayrı bir dana özümə görə bayrağım olsun. Özümə görə pasportum olsun. Özümə görə bir dana pulum olsun. Adı nə mən olur olsun ba. Yaxçı, pulun adı nə mən olur olsun, bəli bunlardan çıxın ba. Ayrılım, lənət olsun. Hər zat sizə qalsın ba. O məmləkətin kəviri də, dəryası da, biz özümüzü ayıraq, çəkilək kənara. Yaxçı, yəni sizin adınız bizim üstümüzdən götürsün. Gedin neyinisiz edin ba. Gedin başınıza nə daş salasız salın, fəqət bizdən uzaq durun. Çünki çox kəsif bir zehniyyətləri vardı. Utanmalı bir millətdilər bu. Savad yoxdur, şuur yoxdur, əxlaq yoxdur, ədəb yoxdur, tarix yoxdur, heysat yoxdur və nə mənə deyim axı, utanmalı bir millətdilər. Hər yanda baş aşağılığıdır. Yəni İran adı bahis olur, mənə Azərbaycanlı başımı buzur yendirəm əşaya. Baba, mən çox böyük adamların oğluyam.